Sual verirlər ki, bəzi qız övladlarının valideynləri qapılarına elçi gələn oğlanın dindar və həmçində əxlaqlı olmasına baxmayaraq, oğlanın evinin, yüksək maaşının və həmçində maşınının olmamasını əsas gətirərək qızı verməkdən imtina edirlər. Bu nə dərəcədə doğrudur? Əvvəla bunu qeyd edim ki, qız övladını, yəni ərə verərkən əsas diqqət etmək lazımdır oğlanın dindar, yəni düzgün əqidədə, düzgün mənhəcdə olmasına və həmçində əxlaqlı olmasına. Bu iki şeyə diqqət etmək lazımdır. Necə ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bir hədisdə buyurur ki, əgər sizin qapınıza dinindən və əxlaqından razı qaldığınız bir oğlan elçi gələrsə, o halda qızı ona verin. Yox, əgər belə etməsəz, yer üzündə fitnə fəsad olar. Lakin burada qızın valideynlərini də başa düşmək olur. Çünki onlar da övladlarının xoşbəxtliyini istəyirlər və sözsüz ki, ev, mal, bunlar ailənin xoşbəxtliyinə əsas səbəb olmasa da təsir edir. Və ona görə də onların elçi gələn oğlandan bu kimi nüanslarla, yəni maraqlanmaları, yəni normaldır. Həmçinin burada oğlanlara da tövsiyəm budur ki, oğlanlar unutmamalıdır ki, ailə qurarkən qadının kişi üzərində olan haqlarından biri də budur ki, kişi ailə qurduğu qadını həm evlə, həm də maddi cəhətdən təmin etməlidir. Yəni oğlanlar bunu unutmamalıdır və bunu nəzərə almalıdır. Və bilməlidir ki, istənilən bir ailəyə elçi getdikdə qızın valideynləri sözsüz ki, bunu soruşacaqlar ondan. Oğlan da hazır olmalıdır. Yəni müəyyən qədər ailəsini saxlamaq üçün gəliri olmalıdır. Həmçinin yaşayacaq bir evi olmalıdır. Şəxsi evi olmasa belə kirayədə qalmağa gəliri olmalıdır. Və oğlanlar da bunu nəzərə qaçırmasınlar, unutmasınlar və bilsinlər ki, ailəni saxlamaq üçün lazım olan zəruri tələbatlar bu qadının kişi üzərində olan haqqıdır.